Rayon məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib. Bundan bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən Azərbaycanda 2026-cı il yanvarın 1-dən 60 watt və daha yuxarı gücə malik olan közərmə lampalarına, 2026-cı il iyulun 1-dən 25 wattdan 60 watta qədər gücə malik olan közərmə lampalarına münasibətdə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müəyyənləşib. Beləliklə, elektrik közərmə lampalarının idxalına münasibətdə Dövlət Gömrük Komitəsi, Energetika Nazirliyi, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin aidiyyəti üzrə şəxsləri protokol tərtib edə biləcək. Sözügedən lampa tiplərinin qadağan olunmasının bir sıra səbəbləri var. İlk olaraq, közərmə lampaları enerjinin 5%-ni işıqlandırma, 95%-ni isə isinmə məqsədi ilə istifadə edir. Bu da sadəcə işıqlandırma üçün satılan cihazların 95% həcmində əlavə enerji sərf etməsinə gətirib çıxarır. Bu tip lampaların istifadəsinin qadağan olunması həm enerji sahəsində qənaət edilməsinə, həm də ekoloji tarazlığın qorunmasına şərait yaradacaq. Yəni, qəbul etdiyi enerji həcminin sadəcə 5%-ni istifadə edən lampaların əlavə ehtiyac duyduğu 95% enerji üçün dövlət əlavə resurs xərcləmək məcburiyyətində qalmayacaq. Üstəlik, ekspertlərin sözlərinə görə közərmə lampaları ilk başda qiymət baxımından münasib olsa da, uzun müddətli perspektivdə əlavə xərc tələb edir. Köhnə üslublu lampaların, yəni közərmə lampalarının dövriyyədən çıxarılmasına başlanması ümumiyyətlə ölkəmizin götürdüyü beynəlxalq öhdəliklərə, iqlim öhdəliklərinə cavab verir. Bu həm iqtisadi cəhətdən səmərəlidir, ölkəmiz üçün enerji qənaətinə gətirib çıxarır, həm ekoloji cəhətdən ətraf mühitə az tullantıların və çirkli qazların atılmasına gətirib çıxarır, həm də eyni zamanda da ilkin baxışdan alış qiymətləri biraz baha olsa da, uzun müddətli dönəmdə istehlakçıların xərcini artırır. Qeyd edək ki, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədi ilə istifadə edilə bilən 25 watt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalı, istehsalı və ya satışı qadağandır. Qayda pozuntusu aşkarlanacağı təqdirdə vəzifəli şəxslər 1000 manatdan 1500 manata dək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manata dək məbləğdə cərimə ediləcək. Bir il ərzində qanun pozuntusu təkrarlanacağı təqdirdə vəzifəli şəxslər 1500 manatdan 2000 manata dək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manata dək məbləğdə cərimə ediləcək.